olsun değerli Sipsi Sport izləyiciləri, sizi Şamaxı şəhər stadionundan salamlayırıq. Şamaxı öz meydanında Neftçini qəbul edir. Misir Premyer Liqasında 22-ci turun həyəcanı davam edir və biz də turun bu maraqlı qarşılaşmasına köklənirik. Bir qədər sonra start götürəcək qarşılaşmada. İndi tribunalar o qədər də qələbəlik olmasa da artacaq azkeş sayı və qarşılayaq. Şamaxı və Neftçi futbolçuları meydana daxil olurlar. Düşünürəm ki, biz də yavaş-yavaş heyətlərə keçiş ola bilərik. Ev sahibi Şamaxı komandası qapıda 1, Ricardo Fernandes, 5, komandanın kapitanı Arsen Ağcabəyov, 2, Abdullah Rızayev, 97 Oruç Məmmədov, 82 Rüfət Abbasov, 7, Edgar Adilxanov, 9, Kərim Rossi. Qonaq komanda Neftçi Ağqaralar, qapıda 13, Kənan Piriz, 8, komandanın kapitanı Emin Mahmudov, 15 Elvin Bədəlov, 7 Emil Səfərov, 77 Falaye Sako, 24 Mustafa Sek, 5 Igor Ribeiro, 18 İfeani Meteo, 9 Basala Sambu, 33 Breno Almeida yeni transferi komandanın bugün start 11'liğinde yer alıp Neftçi formasında ilk oyununa çıkacak ve 11 İmad Fərəz, Yuri Vernidov Ukraynalı mütəxəssisi çalışdırır. Son yoxlanışları edir. Baş hakim hər şey hazırdır. Hər iki komandaya uğurlar. İşarə gəldi. Emin Mahmudov ondan ötürmə, qapı önünə uzaqlaşdırma Abdullah Rızayevdə Emil Səfərovun qaydan topa zərbəsi top qapının üstündən meydanı tərk eləyir. Breno Almeida sağ şahdan Neftçi Cumu Almeida başını qaldırdı, ötürmə qapı önünə. Nə Fərəc, nə də Sambu topa toxuna bildi. Eminə qapı önünə, bassa o Sambu topa toxuna bilmədi. Fernandes bassa o Sambuya, o da suağa çevirir. Andrei Shtogrin, Emil Səfərov paslaşması. Emil yerli ötürdü, İmad Fərəc. Buradadır İmad Fərəc. Son toxunuş. David Santos'tan korner Neftçinin. Və bu da ilk hissənin final fiti. Komandalar paltar dəyişmə otağına qolsuz bərabərliyinə yollanırlar. Misir Premyer Liqası 23-ci turu çərçivəsində keçirilən Şamaxı Neftçi oyununda ikinci hissə başlayır. Uğurlar Şamaxı, uğurlar Neftçi. Shtogrin, önündə Rüfət var. Shtogrin ayaq saxladı, pauza ilə rəqibini keçdi. Emin Mahmudov, Emindən qapı önünə, başla zərbə! Fernandes! Hücumlar, bu epizod Şamaxının qapısı önündə böyük təhlükə idi. Başla zərbədən sonra Fernandes kritik seyvlə yadda qalır. Eminin ötürməsi, Almeida'nın zərbəsi, Fernandes'in seyvi. Abakar'dan öncə Breno Almeida topa baş qoydu. Emil Səfərov, divar paslaşması uğurludur. Breno Almeida! Burada özünü siper elədi. Şamaxının futbolcusu Breno Almeida'nın önündə. Kapitan iş başında. Emin Mahmudov. Emin sağında, Emil irəlidə Abubakar. Emil Səfərovla oynadı. Emildən yerini ötürmə. Vensan Abubakar! 1-0 Neftçi Şamaxı səfərində. Vensan Abubakarın qolu ilə hesab irəli keçir. Vensan Abubakar, mən buradayam, oyundayam, formadayam deyir. Neftçi öndə olan tərəfdə. Neftçi 1, Şamaxı 0. Emin Mahmudovun aktivinə yazılan epizoddur. 3 dəfə komandasına topu qazandırdı. Komandanın arxasınca aparan adam rolunu kapitan oynadı. Həlledici anda Emin Mahmudov danışdı. Bax, liderliyi budur. Çətin anda önə çıxmaq budur. Bunu bacaran futbolcu şübhəsiz ki, komandanın da kapitan olmağa layiqdir. Abubakarla birlikdə Eminin də aktivinə yazılan epizod, vurulan gol. Rüfət Abbasovdan qapı önünü ötürmə, Ribeiro bıraxdı, Şuaybu topa toxuna bilmədi, həmlə Abdullah Rızayev, Kərim Rossi, daha bir zərbə. Bax, bu da Kənan Pirizli. Əsəbə halda bu epizoda reaksiyası. Burada ötürmə anında Abdullah Şuaybu oyunakar vəziyyətdə idi. Sanki üçüncü zərbəsi Şamaxıdan. Şamaxı hücumları daha da təhlükəli olmağa başlayır. Ötürmələr gəldi. Top qapıdan keçir 1-1. Baxırıq. Bir qarışıqlıq var idi orada. Yorğun görünür bu
dəqiqələrdə Fərəz uzun ötürmə ondan irəliyə. Breno Almeida top önündədir. Almeida ayaq saxladı, çevrildi. Breno Almeida dəqiq oynayır. Emil Səfərov o da çevrilir. Yerli ötürməsi. Breno Almeida'nın zərbəsi. Blok Sezar'dan. İndi korneri yerinə yetirmək olar. Ötürmə. Qapı qarşısına. Başla zərbə. Və gol! Vincent Aboubakar! Gol, 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 gol! 2-1! Aboubakar! Hesabı yenidən Neftçinin xeyrinə dəyişir. Başla topu tora qovuşdurur. Vincent Aboubakar komandasına bəlkə də 3 xalı qazandırır. Təkrarına başla zərbə gəldi Aboubakar'dan. Dumanda gol çıxartdı Dumandan Aboubakar. Rıfat Abbasov onun önünü kəsməyə çalışırdı. Alınmadı. Qərar dəyişməyib. Cərmə zərbəsi Şamaxı əleyhinə. İşarə də gəldi. Ötürmə. Cərmə meydanı daxilinə Arslan Ağcabəyov. Subasek. Aboubakar qarşıqlıq. Qayda pozulub. Vincent Aboubakar deyil. Mustafa Sekdi yerdə qalan, yerə yıxılan futbolçu. Lan 4-cü dəqiqə oynanılır. Baxırıq biz də son təkrarına. Bəli, Mustafa Sek topu ilk olaraq çatırdı. Ona qarşı Sezar Enrique qaydanı pozdu. Aha, Kamran Rəhimov var monitoruna gedir, gördüyüm və bildiyim qədərilə, bəli. Vardan nəsə xəbəri gəldi maçın baş hakiminə. Baxaq bizdə. Biz də baxırıq. Nə baş verir burada? Sezar Enrique Mustafa Sek mübarizəsi. Qərar maçın baş hakimindən. Penalti! Oy oy oy! Kerim Rossi! Kerim Rossi! Rossi! Uzun ötürmə irəliyə. Top hətta meydana tərk eləyir. Və bu da qarşılaşmanın final fiti. Kamran Rəhimov oyunu bitirir.